An keçən əskər hələ bir qəhrəman oldu. Bu gün də biz həmin qəhrəmanlardan biri olan şəhid Seyidov Yaşar Həkimoğlu'nun evindəyik, ev muzeyindəyik. Sabah bizim şəhidimizin şəhadətə yüksəldiyi gündür. Şəhadətin mübarək olsun şəhidim. Ruhun qarşısında baş əyirəm. Azərbaycanımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda vuruşaraq başda Yaşar Seyidov olmaqla cəmi şəhidlərimin ruhu qarşısına baş əyirəm. Bütöv gedib yarım gələn qazilərimizə Allahdan şəfa diləyirəm. Rəşadətli ordumuza, İlham Əliyev cənablarına güc qüvvət diləyirəm. Bir daha müharibə olmasın. Bir daha şəhid anası, şəhid bacısı olmasın. Allah Taala şəhidimizin atasına, anasına, gözəl anasını mən görmüşdüm şəxsən. Rəhmət eləsin, nur içində yazsınlar ki, belə gözəl oğul böyütdülər bizim üçün, vətənimiz üçün. Vətənpərvər ruhda böyütdülər və şəhadətə onu yüksəltdi. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin. Vətən tarixini qanla yazsınız. Parça-parça olan canla yazsınız. Namusla, qeyrətlə, şanla yazsınız. Ay zəfər quşları, şəhid balalar, yüksək məqamlara şahid balalar. Bəli, bizim balalarımız fərqi yoxdur. 1988-ci ildən bu günə kimi şəhidlərimiz zəfərimizi onlar bizə qazandırdı. Onların sayəsində biz azad Azərbaycan